Belə bir deyim var. Müdrikliyin son həddi mütəvazilikdir. Niyə bu fikri dilə gətirdik? Yəqin ki, izləyicilərimiz üçün də çox maraqlıdır. Keçmiş yaxın günlərdə Qaradağ Tibb Mərkəzinə yolum düşmüşdü. Yararlandığım tibbi xidmət məni heyran etdi. Sadə işçilərdən həkimlərə qədər, istər mənəvi, istər fiziki olaraq əsl sağlamlıq keşikçiləridirlər. Tibb mərkəzinin bu qədər mükəmməl xidmət səviyyəsində olduğunu görüncə, peşə marağı ilə mərkəzin rəhbərliyini tanımaq istədim. Doğrudan da gözəl sözdür ki, təsadüfi heç nə yoxdur. Qaradağ Tibb Mərkəzinin direktoru Elmira xanım Rafailova mənim üçün əsl tapıntı oldu. Ömrünü həkimlik sənətinə həsr etmiş Elmira xanımla müsahibə apardığım zaman bir daha əmin oldum ki, həkim xəstəsini dərmanından öncə şəfqətli əli ilə sağaldır. Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüş Elmira xanım yalnız gözəl həkim deyil, eləcə də mükəmməl idarəçilik səriştəsinə malik direktordur. Az öncə xəstəxanada gördüyüm yüksək tibbi peşəkarlıqdan bəhs etmişdim. Elmira həkimi tanıdıqdan və həmsöhbət olduqdan sonra əmin oldum ki, pasientlərlə tibbi personalın dəyərli xidmətləri kamil idarəçiliyin təzahürüdür. Söhbətimiz zamanı Elmira xanım qeyd etdi ki, o Qobu qəsəbəsində doğulub boya başa çatıb. Həkim olaraq fəaliyyətini də öz doğma qəsəbəsində başlayıb. Bakı şəhərinin nüfuzlu xəstəxanalarında yüksək standartlara cavab verən xəstəxanalara peşəkar həkim olaraq dəvətlər alsa da, Elmira xanım doğma qəsəbəsində və həmyerlilərinə xidmətdən ayrılmayıb. 2011-ci ilə qədər çox ağır şəraitdə olan qəsəbə xəstəxanasında həmyerlilərinə xidmət göstərib. Vətəninə, millətinə sonsuz sevgi ilə döyünən qəlbində şöhrətə, dəbdəbəyi yer olmayan Elmira xanım əsl insanlıq nümunəsidir. Sahib olduğu onca vəzifələrinə baxmayaraq mənəviyyatına, sadəlik, mütəvəzzəkarlıq libası onu müdrikliyin zirvəsinə yüksəldir. Şəxsiyyətini təriflərin, dəbdəbələrin, şöhrətin əsiri etməyən Elmira xanım Rafailova millətimizin fəxri simalarındandır. Gəlin əməkdar həkimimizi, fədakar ziyalımızı birlikdə tanıyaq. 55-ci ilə tikilən xəstəxanamız bu vəziyyətdeydi və bir neçə il bu xəstəxanada Qobustan qəsəbəsində sakinləri tibbi xidmət alırdı. 2011-ci ildə Cənab Prezidentin sərəncamı ilə bu boyda təzə xəstəxana açıldı. Cənab Prezidentin bütün əhali adına, Qaradağ rayon əhali adına böyük minnətdarlıq bildiririk ki, bu boyda gözəl, təmirli, yenidən tikilmiş, təchizat olunmuş xəstəxana qurulur. Nəinki Qobustan, bütün Qaradağ rayonu və ətrafda yerləşən rayonlara tibbi xidmət göstərilir. Yüksək səviyyədə tibbi xidmət göstərilir. Bu əməliyyatdan sonra intensiv terapiya palatası xəstə burada özünə gəlir. Bir yerdə duramızdır. Bax, bizim tezə yenidə çıxan xəstəmizi doktor cərrah əməliyyat edir, olacaq. Yəni, hazırlıq gedir əməliyyat qabağı. Bağırsaq keçməmiz ekstremədir. Lan qrubu. Xəstəyə hal-hazırda lan qrubu. Qan hazırlanır, qan keçirilir, xəstə əməliyyatı hazırlanır, inşallah götürüləcək. Çok yaxşı, salamat olsun. Bütün dərmanlar var, acil xəstələr üçün dərmanlarımız var, avadanlıq qırmızı stolumuz var. Yəni xəstədə nəsə hansısa bir durum olsa, acil bir durum. Təcil olaraq yardım, kardioqramlarımız var. Manipülasyon olunma bütün şeylər var. Əməliyyatdan sonra bu ayılma otağı deyildi. Ayılma otağıdır. Xəstələr bir neçə saat özünə gəlir. Xəstələrimiz var burada. Orada var. Təşəkkür eləməyim. Təşəkkürünü bax bizim vasitəmizdən etmək istədik. Biz də bundan qürur duyduq ki, Biz də keçirik xəstəxananı, cərrahi şöbəsinin xəstəxanamızı göstəririk. Əməliyyat eləyən həkimimiz şöbə müdürü Musa doktordur. Həyatı çox uğurlu keçdiyi üçün biz sizin xəstəxanada, yəni sizinlə bununla bağlı söhbət üçün gəlmişik. Ona görə də istəyirik ki, sizin təəssüratlarınızı öyrənin. Yəni siz bununla bağlı xəstəxana haqqında, gedən bu cərrahiyyə otaqlarına baxdıq, onunla bağlı öz təəssüratlarınızı bizimlə bölüşəsiniz ki, biz də xalqla bölüşək.
Deməli, bu bizim xəstəxana yenidən tikilib. 1955-ci ildə köhnə fəaliyyət göstərilən xəstəxananın cənab prezident çox böyük diqqət, tibbi sahəsinə böyük diqqəti göstərib bu xəstəxananın tikilməsindən başlanıb 2011-ci ildə. Və biz çox minnətdarıq ki, belə bir xəstəxana tikilib və əhalinin xidmətinə verilibdir. Və o xəstələrə qulluq edən həkimlərimiz də çox sağ olsun, təcrübəli cərrah həkimlərimiz, Musa doktor, Nazim doktor həmin xəstələrə xidmət göstərirlər, əməliyyat edirlər və orta, kiçik tibb işçiləri onların qulluğunda həmişə dururlar və qayğılarına qalırlar. Siz nəsə demək istəyirsiniz? Mən ilk öncə ölkə rəhbərliyinə, xəstəxana rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, kifayət qədər təchiz olunmuş, çox yüksək səviyyəli bir xəstəxanada işləyirik və bu bizə öz potensialımızı üzə çıxartmağa imkan verir. Yəni, hər bir şərait var xəstəxanada və istənilən səviyyədə əməliyyatları icra eləməyə imkan var. Və biz də ərazidə olan və başqa regionlarda olan şəhid ailələri, qazilər, invalidlər, bu cür kateqoriyadan olan insanlara xüsusi qayğıyla yanaşırıq. Və onlara tək biz yox, həm də bütün tibb personal tərəfindən yüksək diqqət göstərilir. Və bunu da müalicə almış pasiyentlər özləri ifadə edir. Hal-hazırki halda da şəhid atası olan Əliyev Əlixan tərəfimizdən əməliyyat olundu, böyük həcmli bir əməliyyat olundu və uğurla başa çatdı. Biz çox sevinirik ki, bir insana sevinç verdik. Sizə də təşəkkür edirik ki, ziyada sağlıq söz gəlmişsiniz. Mən də öz direktorumuz Elmir xanım və İşğal Müdürümüz Musa doktorun sözlərinə şəhid gələm. Möhtərəm prezidentimiz sağ olsun, bir də xəstəxana yaratmışdır. Təbii ki, bu xəstəxanaya görə bütün xəstələr şəfa tapır, qazilərimiz, şəhid ailələrimiz, əlillərimiz hamısı şəfa tapır. Biz də əlimizdən gələn yardım edirik ki, bütün xəstələrimiz bizim xəstəxanada şəfa tapsın, öz sağlamlığa qovuşsun və biz özümüz adımızdan təşəkkürümüzü bildiririk ki, bizim bütün avadanlıqla, tibbi dərmanla bizi təşkillər, biz də xəstəyə şəfa veririk. Sağ olun, minnətdarıq. Xəstələrə də biz minnətdarıq ki, bizim tibb işçiləri, həkimlərin, orta, kiçik tibb işçilərini belə qiymətləndirirlər. Sağ olsunlar və bizim xəstəxana nəinki Qobustanın, bütün regionda olan, ətrafda olan rayonlara da xidmət göstərir. Mən şəhid pilotumuz Kapitan Xəyyəm Əliyevin atası Əlixan Əliyevəm. Axır zamanlarda mən görürdüm ki, şəhid ailələrinə diqqət azalır. Bəzi elə qurumlar var, demək olar hörmət eləmirlər, fərqləndirmirlər adi insanlar kimi. Amma mən bu yaxınlarda bir neçə gün bundan əvvəl ağır əməliyyat keçirtdim ki, 6 saat 20 dəqiqə bağırsağından. Bu da ki, Qaradağ tibb mərkəzində oldu, Qobustan qəsəbəsində yerləşən. Mən minnətdarlığımı bildirmək istəyirəm. Oranın personallarına, oranın başda Elmira xanım Rəfailova, baş həkim Zaur Qəribov, mənim qardaşım məni əməliyyatımı aparan, əziyyətimi çox çəkən Musa doktora, xirurqumuz Musa doktora mən dərin minnətdarlığımı bildirirəm ki, orada mən yatdığım zaman gecə gündüz mənim qulluğumda elə yüksək səviyyədə dayandırırlar. Vallahi mən belə şey görməmişdim. Mən köhnə fikrimə qayıtdım ki, həqiqətən də hansısa məmurun səhvi nəticəsində şəhid qazi ailələrini incidirlər. Amma əsas məmurdur, o məmurdur ki, dövlətimizin, millətimizin, cənab prezidentin adını qaldırır. Bu misal çəkmək olar həmin o xəstəxana ilə və oranı idarə eləyən
Elmira xanım, oranın müdürü, direktoru Elmira xanım. Elmira xanım, çox sağ olun. Bir qardaş kimi sizi qucaqlayıram, öpürəm. Çox sağ olun. Mənə elədiyiniz hörmətə görə.